Salam dostlar, xoş gördük hər birinizi. Necəsiz? İnşallah ki, yaxşısınız. İstədim yeni bir video çəkim sizə. Demişdim ki, güllərim gələcək və gəldilər. Başlayım göstərim onları sizə. Burada belə bir ağ qabda 3 rəngdə kalonşo var. Bu narıncı rəngidir. Bu qırmızı rəngdir. Bu da belə bir çəhrayı ilə ağın qarışığıdır. Və qat-qat açır bunların çiçəkləri. Baxın, bunun yarpağını mən çox bəyənirəm. Bu kalonşonun yarpağını. Ona görə götürdüm. Bir də belə bir rəng məndə yoxdur. Bunun tünd olanı vardı, amma bu rəng yoxdur. Qırmızı varımdı, amma yarpağı belə yox idi. Bir də bu rəngdə yoxdur məndə. Sarısı var, bu yoxdur. Ona görə belə üçü bir yerdə belə götürdüm. Bunu qoyum kənara. Sonra kraton çox qəşəngdir. Belə yarpağının forması ev üçün çox uyğun bir bitkidir. Mən çox bəyəndim bunu. Qəşəng bir ağ qabda əkmək olar. Baxın, yeni oradan yarpaqları da gəlir. Ölçüsü də belə çox qəşəngdir. Baxın, çox bəyəndim bunu da. Sonra var alakasiya. Məndə alakasiya vardı, bu yarpağı bu forma olan. Amma çox balacadır və çox zəif inkişaf edir. Heç yarpağı belə bir formanı almır. Balaca bir şey olur. Sonra saralır yarpaqları. Elə ən yaxşısı belə bir qabda alıb, belə bir ölçüdə alıb əkməkdir məncə. Yeni yarpağı da belə açılır. Çox bəyəndim bunu da. Göstərim sizə belə. Aha, sonra keçək. Bu geran gülüdür və yarpağı bu formada çox belə qəşəngdir. Ulduz formasındadır. Yaşılla belə nəsə belə qəribə bir rəngdir, bardoviyə oxşuyur. Elə bir rəngin qarışığıdır yarpaqları, özündə çiçəkləri var üstündə, qəşəng narıncı rəngdə çiçəkləri var. Çox qəşəngdir. Belə yarpaqlarına toxunanda da yarpağın ətri gəlir. Mən geranları çox bəyənirəm. Məndə geran gülləri var, 3 rəng geran gülü var, amma çox zəifdir. Yəni baxımsızdır. Çünki onu çöldə saxlayıram, çox baxa bilmirəm. Amma bunu da qabını dəyişəcəm. Torpağı çox qurudur, qabını dəyişəcəm. Burada da tumurcuqları var. Buna qəşəng baxaram. Sonra burada nərgizlər var. Üstü çiçəkli, ətri bürüyüb evi, qat-qat nərgizdir. Belə bir qabda 4 dənə soğanı var. İndi mən bilmirəm bunu həyətə əkim, yoxsa evdə qalsın, bir qabda əkim, evdə qalsın, onu bilmirəm. Fikirləşirəm ki, kəndə apararam, orada həyətdə əkərəm, ya böyük bir qabda əkərəm orada. Vaxtı gələndə yenidən bitər. Amma çox qəşəng ətri var. Belə qabda mən görməmişdim ki, nərgizləri satırlar, amma qəşəngdir. Sonra gələk bu il ən çox alınan güllərdən bu aglonemalardır. Bunun çox gözəl rəng formaları var və mən o gün bir videoda gördüm. İnançlara görə aglonema olan gül evdə aglonema olan güllər uğur gətirir. Evdə yaxşı bir şeydir. Yəqin ona görə alırlar, çox alırlar. Belə bir yarpaqlısıdır. Ağ rəngdədir. Belə videoda görsənmir, amma ağ rəngdir. Kənarları belə yaşıldır. Məndə var belə bir forma aglonema, amma onun bu hissələrində biraz çəhrayı rəngi çalır. Yəni elə bir qarışıq, amma sırf bu belə ağdır, kənarı bu rəngdədir. Belə. Sonra var qırmızı rəngi. Baxın, bu da elə bir ağın əksidir. Bu kənarı yenə yaşıldır, belə qırmızıdır yarpaqları. Bunların mən hələ qabını dəyişməyəcəm, çünki qabların ölçüsü yaxşıdır. Aha, sonra var burada dollar bitkisi.
Bu da məndə var, dollar bitkisi var. Bir budaq əkmişəm, yanında yarpaqları var, kök atıb. Amma çox zəif inkişaf edir. Bəlkə bir ildən çoxdur eyni vəziyyətdə qalıb. Bilmirəm, o aşağısında hələ o kartof kimi olur. Onları yetişdirib sonra yarpaq verəcək, bilmirəm. Amma belə birində olsun istədim mən də. Artıq bunu burada görürsüz, qabı belə partlayıb, orada kökü görsənir. Bunun qulluğu da çox sadədir. Çox belə günəş altında saxlamaq olmaz. Belə dolayı günəş işığı düşsə bəs edir. Çox su vermək olmaz. Çünki o suyu öz kökləri belə kartof şəklindədir. Ora yığır. Orada suyu depolayır. Ona görə bu çox suyu sevmir. Yəni ancaq torpağı tam quruyandan sonra su vermək olar. Belə inşallah bunun qabını dəyişəcəm və bunu alınma torpaq alacağam, ona əkəcəm. Amma aglonemalar suyu sevən bitkilərdir. Yəni o da torpağın nəm saxlamaq lazımdır. Amma bunlar nəmdir, kifayət qədər torpaqları nəmdir. Belə yeni güllərimi də çəkdim, göstərdim sizə. İnşallah videomu bəyənməyi, abunə olmağı, ətrafınızda paylaşmağı unutmayın. İstəyirəm hər kəs videomu görsün. Yəni gülləri sevənlər üçün maraqlı olar. Və nə sualınız varsa da yaza bilərsiniz. Sizə xoş izləmələr. Hələlik sağ olun.